Salam hörmətli izləyicilər. Həftəlik gömrük xəbərləri ilə qarşınızdayıq. Gömrük biznes əməkdaşlığı çərçivəsində Dövlət Gömrük Komitəsinin və Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasının nümayəndələri arasında görüş keçirilib. Görüşdə poçt daşımaları və elektron ticarət göndərişləri üzrə gömrük əməliyyatlarının təkmilləşdirilməsi, rəqəmsal həllərin və avtomatlaşdırılmış yoxlama mexanizmlərinin genişləndirilməsi, eləcə də yeni layihələrin tətbiqi ilə bağlı məsələlər müzakirə olunub. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin sərnişin və yüklərə nəzarət proqramının gömrük orqanları və liman nəzarət qruplarının regional şəbəkəsi çərçivəsində Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı ilə Azərbaycanın Beynəlxalq Dəniz Ticarəti Limanı arasında praktiki bərə təlimi keçirilib. Təlimdə Azərbaycan, Qazaxıstan, Tacikistan və Türkmənistanın gömrük xidmətlərinin, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və Ümumdünya Gömrük Təşkilatının nümayəndələri iştirak edib. Dövlət Gömrük Komitəsində Türkiyə Respublikasının Gömrük Xidmətinin Gömrük Mühafizə Baş İdarəsinin rəis müavini Yaşar Baltacının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə iki ölkənin gömrük orqanları arasındakı münasibətlərdən, birgə həyata keçirilən layihələrdən, qabaqcıl təcrübələrin öyrənilməsi və paylaşılması istiqamətində görülən işlərdən məmnunluqla bəhs edilib. Dövlət qurumlarının əməkdaşları arasında keçirilən kamandan ox atma yarışında Dövlət Gömrük Komitəsinin əməkdaşı uğurla çıxış edib. Kişilər arasında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşı Əlişir Mirzəyev uğurla çıxış edərək birinci olub. Naxçıvan Baş Gömrük İdarəsinin Şahtaxtı gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya hazır qida məhsulları yük aparan nəqliyyat vasitəsindən konservləşdirilmiş düyünün altında gizlədilmiş xalis təmiz çəkisi 112 kiloqram 761,757 qram narkotik vasitə heroin aşkar edilib. Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində Astara gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına biber yükü aparan nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilən xalis təmiz çəkisi 25 kiloqram 75 qram narkotik vasitə qurudulmuş marihuana aşkar edilib. Hava nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının çamadanından gömrük orqanına bəyan edilməyən müxtəlif parametrlərə malik ümumilikdə 17 ədəd iPhone markalı mobil telefon, müxtəlif markalı mobil telefonlara aid 190 ədəd ekran və aksesuarlar aşkar edilib. Həftəlik icmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.